olan ətlərin qiyməti yerli bazarda satılan ətlərlə müqayisədə tez aşağıdır. Buna görə də xaricdən Alo. gətirilən ət məhsullarının Necəsən? tələbat Sənə bir işim düşüb. hazırda mağaza və Sənə bazarlarda göndereceğim. mövcud oluşan və Konumda Teklifini dene. senden gözlediğim mükafat 10.000 manat. Olmuş bir. Azərbaycana ithal olunan ətin həcmi əvvəlki illə müqayisədə 41% artıb. Bəs görəsən, digər ölkələrdən Azərbaycana ithal olunan ətlərlə bağlı monitorinq Bu da tamam. Alo. İstediğin iş alındı. Rahat olabilirsin. Aferin sana istediğim performans. Onun temiz değil artık. Bütün suç bana kaldı. Bu parmaklıklar artık. Alo. Senin için yaptım. İş tamam. Onun temiz Halloldu. değil artık. Bütün suç bana kaldı. Bu parmaklıklar